rəhmət olaraq göndərilən bir peyğəmbərin ümməti təbii ki, bu dünyaya da bu rəhməti, bu mərhəməti aşılamaqla, təbliğ etməklə ən böyük vəzifələrindən biridir. Burada bir şey də xüsusilə mən vurğulamaq istəyirəm. Bilirsiniz, Azərbaycan Peyğəmbər sevgisinin, Əhl-i Beyt sevgisinin ən önəmli mərkəzlərindən biri olub. Biz bunu pafos naminə demirik. Bizim coğrafiyamızın istənilən bölgəsinə gedin, bu sevginin təzahürləri bugün də yaşayır. Və biz xalq olaraq, mədəniyyət olaraq bunu sadəcə özümüzdə saxlamamışıq, qorumamışıq. Orta Asiyaya da getsək bunun izlərini görəcəksiniz, Yaxın Şərqə də getsək bunun izlərini görəcəksiniz, Anadoluya da getsək bunun izlərini görəcəksiniz. Yəni Azərbaycan dünyada İslam mədəniyyətinin cəzb mərkəzlərindən biri olub.